Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. Günün nəbzi verilişi efirdədir. Prezident İlham Əliyev hər çıxışında bir mənalı şəkildə bildirir ki, elm Azərbaycan dövlətinin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətin davamlı inkişafı ölkəmizdə potensial gücə malik, elmli, savadlı kadrların yetişməsi istiqamətində konkret addımlar atılır, layihələr həyata keçirilir. Elə doktorantlara ali təhsil, orta ixtisas və ilk peşə ixtisas təhsil müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı da məhz bu istiqamətdə atılan önəmli addımlardan biridir. Günün nəbzi verilişinin bugünkü buraxılışında həmin sərəncamdan irəli gələrək görüləcək işlər, qarşıda duran vəzifələr və bu sərəncamın mahiyyəti, tələbələrə nə verəcəyi və ümumiyyətlə ölkədə təhsilin inkişafı istiqamətində, ali təhsil ocaqlarında tələbələr arasında rəqabətin artırılması istiqamətində nə kimi önəmli töhfələrə imza atacaq? Bax, bütün bunlarla bağlı fikir mübadiləsi aparmaq üçün Günün nəbzi verilişinə biz qonaqlar dəvət etmişik və mən vaxt itirmədən onları sizə təqdim etmək istərdim. Sülhəddin Gecəlov, Təhsil Nazirliyinin sektor müdürü, Aydın Kazımzadə, Bakı Dövlət Universitetinin prorektoru və Zeybət Ağazadə tələbə. Xoş gəlmişsiniz, hörmətli qonaqlar studiyamıza. Xoş gəldik. Sülhəddin müəllim, istərdik söhbətə sizinlə başlayaq. Ümumiyyətlə, bu sərəncam, yəni əslində bu sərəncam var idi, sadəcə olaraq onun artıq istiqaməti dəyişib və konkret tələblər, konkret fəaliyyət mexanizmi özünü əks etdirən bu sərəncam ölkədə təhsilin inkişafı istiqamətində nə kimi imkanlara, nə kimi nailiyyətlərə səbəb olacaq və stimulun, təbii ki, elmə, təhsilə stimulun artırılması baxımından bu sərəncamın imkanlarını necə qiymətləndirmək olar? Buyurun. Çox sağ olun dəvətiniz üçün və məsələ ilə bağlı mən aşağıdakı əsas məqamları vurğulamaq istəyirəm, vaxt almayayım. Yəni, bu sərəncam kifayət qədər təhsilin keyfiyyətini yüksəltmək, keyfiyyətli kadr hazırlamaq baxımından çox önəmli bir sərəncamdır. İlk öncə sərəncam sosial yönümlüdür və dövlətin gənclərə qayğısını əks elətdirir. İndiyə qədərki qaydalarda tələbələr istər ali təhsil müəssisəsində, istərsə də orta ixtisas təhsil müəssisələrində, yəni kolleclərdə tələbələr yalnız dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələr təqaüd ala bilərdi. Amma bu sərəncam artıq təqaüdlərin verilmə qaydasını bütövlükdə dəyişdirir. Yəni, bu sərəncamdan, onun tətbiqindən sonra artıq ali təhsil və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrimiz həm dövlət sifarişi, həm dövlət hesabına, eyni zamanda bununla yanaşı ödənişli əsaslarla təhsil alan tələbələrin də təqaüd almaq şansını verir. Yəni, yalnız və yalnız təhsildə göstərdikləri bilik və akademik göstəricilərə əsaslanan bir prinsipdir. Elə sərəncamın da bütövlükdə modeli ondan ibarətdir ki, təhsildəki bilik və akademik göstəricilər hesabına dövlət sifarişi ilə müəyyən olunmuş say, miqdar gözlənilməklə istər dövlət sifarişi, istər dövlət hesabına və istərsə də ödənişli əsaslarla təhsil alan tələbələr təqaüd almaq şansını əldə etsinlər. Bu bir yarış, bu təhsildə bir stimul yaradır, daha yaxşı oxumaq uğrunda, daha yaxşı keyfiyyətli təhsil almaq üçün və bütövlükdə isə biz nəyə nail oluruq? Keyfiyyətli, yüksək bacarıqlara malik olan kadrın hazırlanmasında. Və bir neçə üstünlüyü də xüsusilə burada sosial yönümlü olmağından dolayı mən bir neçə məqamı da vurğulamaq istəyirəm. Burada az təminatlı və eyni zamanda məcburi köçkün və qaçqın, imtiyazlı ailələrdən olan gənclərin də hansı ki ödənişli əsaslarla təhsil alır və burada xüsusi vurğulamaq istəyirəm ki, qaçqın və məcburi köçkün şəhid ailələrindən olan tələbələrin onsuz da əgər ödənişli təhsil alırsa onların təhsil haqqı dövlət tərəfindən ödənilir. Amma onlar üçün də bir şans yaranır ki, bəli, yüksək akademik göstəricilərə nail olub təqaüd almaq imkanına malik olur. Başqa sözlə, dövlət həmin tələbələrin, yəni illik təhsil haqqını ödəyir və eyni zamanda onlar üçün şans yaradır ki, bəli, yüksək akademik göstəricilərə nail olub təqaüd ala bilərsiniz. Təşəkkür edirəm. Aydın müəllim, siz Bakı Dövlət Universitetinin prorektorusunuz, daim tələbələrlə bir yerdəsiniz. Bu maraqlıdır. Bu tələbə ictimaiyyəti arasında necə qarşılandı və universitetdə ümumiyyətlə çox maraqlı bir məqama toxundu Sülhəddin müəllim. Tələbələr arasında akademik qiymətlərin, yəni yüksək qiymətlərin əldə olunması istiqamətində rəqabətin artırılması baxımından nə kimi imkanlar yaradacaq bu sərəncam? Çox sağ olun. Mən hər şeydən əvvəl biraz izahat vermək istərdim ki, əvvəlki qaydalara görə
artıq Sürətli müəllim qeyd etdi ki, yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüd alırdılar. Məsələn, bir nümunə kimi deyim ki, Bakı Dövlət Universitetinin fizika fakültəsinə əgər 100 nəfər tələbə qəbul olursa, onun 40 nəfəri dövlət sifarişi əsasında, qalan 60 nəfəri ödənişli əsaslara qəbul olub. Mən nümunə kimi deyirəm. Və 40 nəfər tələbə üçün təqaüd ayrılır. Lakin növbəti semestrlərdə akademik göstəricilərdən asılı olaraq bəzən elə olurdu ki, o 40 nəfər tələbənin dövlət sifarişi əsasında oxuyan tələbələrin, məsələn, 30 nəfəri müvəffəq qiymət alaraq təqaüd almaqda davam edirdilər. 10 nəfər üçün nəzərdə tutulan təqaüd istifadə olunmamış qalırdı. Amma yeni sərəncam artıq imkan verir ki, təkcə dövlət sifarişi əsasında təhsil alanlar deyil, həmçinin ödənişli təhsil alan tələbələr də daxil olmaqla ümumi göstəriciləri yüksək olan, akademik göstəriciləri yüksək olan 40 tələbə, yəni o təqaüdlərin sayı dəyişmədən bu demək ki, həmin 40 tələbə üçün nəzərdə tutulmuş təqaüd verilir. Lakin bu təqaüdləri akademik göstəriciləri yüksək olan tələbələr, istər ödənişli, istər dövlət sifarişi əsasında təhsil alan tələbələr alır. Bu sərəncamın, bu yeni qaydanın əsas üstünlüyü ondan ibarətdir ki, mən hesab edirəm ki, əvvəllər, məsələn, dövlət sifarişi əsasında təhsil alan tələbələr sadəcə olaraq fikirləşirdilər ki, mən əgər müvəffəq qiymət alsam, təqaüd alacağam. Ona görə çox yüksək qiymət almaq meyilləri o qədər də yox idi. Arxain idilər ki, təqaüd alacaqlar. O cümlədən ödənişli təhsil alan tələbələr fikirləşirdilər ki, mən nə qədər yaxşı oxusam da təqaüd almayacağam. Ona görə onların da maraqları bir qədər aşağı düşürdü. Lakin yeni sərəncama uyğun olaraq həm dövlət sifarişi üzrə təhsil alan tələbələr təqaüd almaq üçün yüksək nəticələr əldə etməlidirlər, həm də ödənişli təhsil alanlar təqaüdə düşmək üçün yüksək nəticələr əldə etməlidirlər. Yəni bu rəqabət mühiti, bu mühit son nəticədə təhsilin keyfiyyətinin artmasına və gələcək üçün tələb olunan ixtisaslı kadrların formalaşmasında çox mühüm rol olacaqdır. Və dediyiniz məsələlərlə bağlı, bəli. Və bu sərəncam, mən açığını deyim ki, Bakı Dövlət Universitetinin tələbə magistratları arasında çox böyük ruh yüksəyi ilə qarşılandı. Dünən, bugün ayrı-ayrı tələbə təşkilatları tərəfindən, indi Zeybə xanım da qeyd edəcəkdir, toplantılar keçirildi və tələbələr çox razı oldular bu sərəncamın yaranmasından ki, rəqabət prinsipi onların inkişafına çox böyük təsir edəcək. Və bu sözləri ümumiyyətlə elən o imkanları biz tələbələrinə, daha doğrusu tələbələri burada təmsil edən Zeybə xanımı eşitmək istərdik. Bax, hansı fikir formalaşdı? Yəni tələbələrin istəkləri, tələbələrin bax bu məsələ barədə, bu sərəncamla bağlı ürək sözləri necə oldu? Maraqlıdır. İlk öncə demək istəyirəm ki, mən Tələbə Həmkarlar İttifaqı üzrə Tarix Fakültəsinin sədriyəm və buna görə də həmişə tələbələrlə çox sıx ünsiyyətdə oluram və bu sərəncamın çıxması elə bizim də Aydın müəllimin dediyi kimi yığıncaqlarımızın səbəbi oldu və müzakirələr oldu. Təbii ki, çox gözəl qarşılandı. Çünki həm rəqabət mühiti, həm də bildiyimizə görə Azərbaycanın bir çox ali müəssisələri Bakıda yerləşməsi ətraf rayonlardan və rayonlardan uşaqların Bakıya gəlməsinə səbəb olur. Və onların məhz burada həmin o ödənişli əsaslarla təhsil alan, həm də təqaüd alma imkanı qazanması təbii ki, onların çox böyük sevincinə səbəb oldu. Həm də öz mühitimizdə rəqabətin daha da güclənməsinə səbəb oldu. Belə ki, adətən qrupda ödənişli əsaslarla olan uşaqlar arasında rəqabət aparılırdı və ancaq onlar oxumağa səy göstərirdilər və daha yüksək nəticə göstərmək istəyirdilər. Lakin indi həm potensialı olan, həm həqiqətən də oxumaq istəyən uşaqlar daha da təqaüd almaq imkanına malik olduğuna görə daha da yaxşı nəticələr göstərməyə çalışmağa başlamışdılar. Və istərdik ki, Sülhəddin müəllim, sərəncamın detallarına toxunaq. Çünki bizə təbii ki, tələbələr də baxır, tamaşaçılar, valideynlər də baxır əlbəttə ki, və detallara toxunaq ki, onlar üçün aydın olsun. Yəni bu sərəncamdan irəli gələrək təqaüdlər kimlərə şamil olunacaq? Çünki müəyyən istisnalar var. Hər sərəncamda olduğu kimi burada əlbəttə ki, müəyyən istisnalar var. Və öncə başlayaq bakalavr pilləsindən. Bax, birinci kurs bakalavra təzə bir qədəm qoyan tələbələrə bu necə şamil olunacaq? Bir məqamı çox doğru verdiniz bu sualı. Həqiqətən də Aydın müəllim də qeyd elədi. Tələbə mühitində müəyyən qədər o sərəncamın hələ özəllikləri, o prinsipial mahiyyəti hər kəsə tam doğruluğu ilə aydın deyil. Bəziləri hətta düşünür ki, bu sərəncam bütün tələbələrə şamil olunacaq, hər bir tələbə təqaüd ala biləcək. Eyni zamanda təqaüdlərin həcmi, miqdarı artırılıb. Elə deyil. Qaldı ki, sizin verdiyiniz sualla bağlı. Mən də nümunə ilə danışacağım. Əvvəla təqaüdlərin miqdarı dəyişməyib və təqaüdlərin sayı dəyişmir. Dövlət sifarişi ilə ali təhsil müəssisəsinə qəbul olan tələbələrin sayı qədər təqaüd veriləcək.
nə qədər dövlət sifarişi ilə qəbul olubsa, hesab edək ki, Aydın mənim dediyi nümunəni gətirirəm, fizika fakültəsinə, Bakı Dövlət Universitetinə 40 nəfər dövlət sifarişi ilə qəbul olunub. Deməli, 4 il təhsil müddəti ərzində elə o 40 təqaüd qalacaq. 4 il həmin qrupda. Birinci kursa qəbul olunmuş tələbələr artıq tələbə qəbul komissiyasından imtahan verib yüksək nəticə göstərərək dövlət sifarişi ilə qəbul olduqlarına görə birinci semestrdə, yəni sentyabrdan fevrala qədər onlar təqaüd alacaq. Bəli. Artıq bu sərəncamın hüquqi qüvvəsi birinci semestrdən sonra, yəni imtahan sessiyasının nəticələri biriləndən sonra həmin o 40 say qalmaq şərti ilə 40 təqaüd qalmaq şərti ilə kimin akademik göstəricisi yüksək olacaqsa, ən yüksəkdən sıralama ilə siyahı üzrə birinci 40 nəfər alacaq. Yəni artıq ikinci semestrdən etibarən, təhsil müddətinin ikinci semestrindən etibarən, ikinci semestrdən akademik göstəriciləri yüksək olan sıralamadakı 40 tələbə bunun içərisinə istər dövlət sifarişi ilə olan tələbə düşsün, istər ödənişli. Yəni o 40 yerə düşdüyü uğrunda mübarizə gedəcək, rəqabət gedəcək. Bəli. Fizika fakültəsində Aydın mənim dediyi nümunədə 100 nəfərin içərisində sağlam rəqabət və yarış olacaq, yaxşı oxumaq uğrunda və hər bir tələbə çalışacaq ki, məhz o 40 nəfərin içərisində onun da adı olsun ki, təqaüd alsın. Təbii ki, bu birinci semestrin nəticələrindən sonra yenə də təkrarlanacaq ikinci semestrin nəticələrinə görə və beləliklə təhsil proqramı ilə müəyyən olunmuş bakalavrlar üçün əsasən çoxlu, bütün əksər ixtisasların hamısına aiddir. 4 illik təhsil müddətində hər semestrin nəticəsində o 40 nəfərin sayı qalmaq, kəmiyyət qalacaq, sayı qalmaq şərti ilə tərkib strukturu dəyişəcək, yəni keyfiyyəti dəyişəcək. Amma Süleyman, burada belə bir sual yaranır. Əgər yəni yüksək nəticə göstərən tələbələrin sayı 40-dan çoxdursa, o zaman necə olacaq? Necə Yalnız 40 nəfər, çünki istənilən halda ümumi orta müvəffəqiyyət göstəricisi deyilən bir göstərici var. Təhsil mühitində, təhsil sistemində işləyən insanlar bunu çox gözəl bilir, Aydın mənim bunu yaxşı bilir. Yəni o ümumi orta müvəffəqiyyət göstəricisi deməli 100'lük rəqəmlərlə ölçülür. Yəni tam rəqəm deyil. Hesab edək ki, 41-ci semestrdən sonra, semestrin nəticələrinə görə birinci tələbənin akademik göstəricisi olacaq, hesab edək ki, 90,25. Amma 40-cı gəlib olacaq, tutaq ki, 73,6. Amma ikinci semestrdən sonra hər kəs ki bir yarış, bir rəqabət hesabına daha çox çalışacaq ki, ora düşsün, artıq orada birinci 40'daki rəqəmlərin özü, göstəricilərin özü artacaq. Yəni birinci tələbənin artıq göstəricisi 90 deyil, ümumi nəticədə artacaq. Bu bütövlükdə təhsilin elə sərəncamın əsas, yenə deyirəm, qayəsi də ondan ibarətdir ki, təhsilin keyfiyyətini siz öncədən çox doğru vurguladınız ki, dövlətin apardığı siyasət də təhsil prioritetliyi də ondan ibarətdir ki, təhsilin keyfiyyəti artsın, yüksəlsin və müasir tələblərə cavab verən çox yüksək kadr hazırlığı təmin olunur. Qısaca olaraq xahiş edirəm, magistr və doktorantlar üçün bu necə tənzimlənəcək? Qeyd edeyim ki, ali təhsilin həm magistratura, həm bakalavr və eyni zamanda orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün o ümumi orta müvəffəqiyyət göstərici 3 qrupa bölünür. Sərəncamda da bu qeyd olunub. 3 qrup, yəni 100 ballı sistemdən, kredit sistemi ilə təhsil alınır həmin qeyd edildiğim təhsil müəssisələrində. O 3 qrupa bölünmə belə gedir. Ən yüksəkdə olan 91 və 100 bal arasında, ikinci qrup 71-100 və üçüncü qrup 51-100. Bu 3 təhsil səviyyəsinin üçünə də şamil olunur. Magistr, bakalavr və orta ixtisas təhsilinin, yəni kolleclərin tələbələrinə. Və həmin ümumi orta müvəffəqiyyət göstəricisi 40'ın içərisinə düşəcəksə, sonradan baxılacaq onun akademik göstəricilərinə, cari semestrdəki bütün fənlərdən aldığı qiymətlər. Əgər onun aldığı qiymətlər hər biri 91-100 arasına düşəcəksə, o daha yüksək təqaüd alacaq. 71-100 arasına düşəcəksə ondan biraz az. Yəni magistraturada bu 91-100 üçün 105 manatdır. 71-100 üçün bu 85 manatdır. 51-100 intervalında olan ballar üçün isə 55 manatdır. Və bakalavrda da müvafiq olaraq 95 manat, 80 manat və 50 manat. Yəni bütövlükdə qiymətləndirmə təqaüdün məbləği onların həm ümumi orta müvəffəqiyyət göstəricisi ilə və həm də cari semestrdə hər bir fənn üzrə aldığı qiymətlərin balın miqdarı ilə müəyyənləşəcək. Aydın müəllim, istənilən, yəni sərəncam, fərman, əlbəttə sosial məsuliyyət, ictimai nəzarəti daha da gücləndirir və bu istiqamətdə cənab prezident
müntəzəm olaraq layihələr və yaxud da sərəncamlar, fərmanlar, müxtəlif konkret addımlar atılır və qeyd etdiyimiz kimi həmin addımlardan biri də məhz bu sərəncamdır və çox maraqlıdır. Yəni bax bu sərəncam var və punktları da aydın şəkildə göstərilib. Sülhəddin müəllim də daha ətraflı məlumat verdi. Amma bu eyni zamanda universitetlərdə, ali təhsil ocaqlarında nəzarəti daha da gücləndirməyi tələb edir. Xüsusən də qiymət uğrunda, yəni daha doğrusu elm uğrunda mübarizədə bu nəzarət daha güclü. Bax, bu necə tənzimlənəcək universitetlərdə? Çünki nəzarət olmasa, əlbəttə ki, biz istədiyimiz keyfiyyət əldə edə bilməyəcəyik. Buyurun. Çox düz deyirsiniz. Əslində elə bu dəqiqə ali təhsilin inkişaf etdirilməsinin əsas o tələblərindən və istiqamətlərindən biri tədrisin və elmin keyfiyyətinin qiymətləndirilməsi, keyfiyyətə nəzarət mexanizminin yaradılmasından ibarətdir. Artıq Azərbaycanda bir çox universitetlərdə belə bir mərkəzlər yaranıbdır və o cümlədən Bakı Dövlət Universitetində də artıq bir neçə ildir ki, bu funksiyanı yerinə yetirən bir mərkəz fəaliyyət göstərir. Tədris elektron mərkəzi adı altında bir mərkəz fəaliyyət göstərir və bu mərkəzin əsas funksiyalarından biri o təlim nəticələrinin qiymətləndirilməsinin obyektivliyinə nəzarətdir. Bu baxımdan və inkişaf üçün yeni meyllərin, yeni istiqamətlərin təhlillər əsasında müəyyən edilərək tətbiqi məsələsidir. Yəni bu baxımdan hesab edirəm ki, bütün universitetlərdə nəzarət mexanizmi əlbəttə olmalıdır, amma o nəzarət sadəcə kiməsə cəza vermək nöqteyi nəzərindən deyil, sadəcə inkişafa nail olmaq, keyfiyyəti yüksəltmək baxımından yeni tendensiyaların, yeni yolların araşdırılıb, təhlil edilib, araşdırılıb, tətbiq edilməsi baxımından tətbiq olunmalıdır. Mən üzr istəyirəm, bir şey qeyd edirəm ki, Aydın müəllim artıq vurğuladı onu. Ali təhsil müəssisələrimizin böyük əksəriyyətində tələbələrin biliyinin qiymətləndirilməsi və ona nəzarət sistemi üçün elektron sistemlər yaradılıb. Yəni belə deyək, elektron universitet. Və o elektron universitet portalına tələbələrin hər bir semestrdə aldığı qiymətlər, onların akademik göstəriciləri həmin sistemə daxil olunur. Ora daxil olduqlarına görə onları emal eləmək tələbələrin ümumi orta göstəricisinin hesablanması üçün onu təhsil işçiləri, fakültə dekanlıqlarının əməkdaşları çox gözəl bilirlər. Yəni bir düstur var. Həmin o düstur əsasında o kompüter sistemi özü avtomatik olaraq hər bir tələbənin ümumi orta müvəffəqiyyət göstəricisini və eyni zamanda akademik göstəricilərini nəzarətdə saxlayır və müəyyənləşdirir. Tələbələr özləri də bütövlükdə tələbələr özləri də həmin elektron sistemə portala girib də öz qiymətlərini baxa bilir, öyrənə bilir və bu bütövlükdə sizin söylədiyiniz kimi sərəncamdan irəli gələn və onun həyata keçirilməsi, reallaşdırılması ilə bağlı təhsil mühitində müəyyən monitoring, nəzarət sistemini tətbiq etməyə tam imkan verir. Yəni artıq baza var. Artıq baza var. Və bu fəaliyyət mexanizmini həyata keçirmək ilə çətin olmayacaq. Mürəkkəb olmayacaq. Sadəcə Aydın müəllim dediyi kimi, təbii ki, istənilən halda yenə də ona bir müəyyən nəzarət olacaq təhsil müəssisələrinin öz rəhbərliyi tərəfindən. Amma o elektron portal kifayət qədər mükəmməl bir sistemdir və yaxşı da işləyən bir sistemdir. Bir əlavə etmək istərdim. Elektron mərkəzdən danışdıq və elektron mərkəzin ən gözəl bir xüsusiyyəti də odur ki, obyektiv olaraq bütün imtahanlarımızda kameralı otaqlarda keçirilir və bu da onu göstərir ki, hər bir tələbə eyni mühitdə, eyni imkana malik olaraq imtahan verir və ən yaxşı tələbə, ən yaxşı dediyimiz, misal gətirdiyimiz 40 tələbə həqiqətən də obyektiv şəkildə həmin o balları yığaraq o stipendiyaya layiq görülür. Və mənə çox maraqlıdır, biz Aydın müəllimdən xahiş eləyəndə, eləcə də Sülhəddin müəllimdən xahiş eləyəndə ki, biz studiyamıza bir tələbə də görmək istəyirik və Zeybə xanım, yəni belə deyək, öz müəllimi ilə gəldi bizim studiyamıza. Hər halda əgər müəllim etimad göstərirsə tələbəsinə, deməli tələbə öz üzərinə düşən məsuliyyəti yetərincə həyata keçirir. Mənə maraqlıdır Zeybə xanım, sizin bal göstəriciləriniz, yəni akademik göstəriciləriniz daha doğrusu necədir? Yəni siz bax bu siyahıda hansı pillə orada mübarizə quracaqsınız? Hansı qrupa düşəcək? Mən özüm ikinci kurs tələbəsiyəm və hər 3 semestrdə zərbəçi olmuşam. Əlaçı olmamağımın bir səbəbi həm Aydın müəllimin dediyi kimi rəqabətin olmamasıydı, həm də mən sosial cəhətdən çox aktiv gəncəm. Həm Tələbə Həmkarlar İttifaqının üzvüyəm, həm debatlarda iştirak edirəm, həm də indi yeni tətbiq olunmuş ingilis dilində aparılan BMT modeli konsepsiyasında iştirak etdiyimə görə həqiqətən də dərsə biraz az vaxt ayırırdım və indi də buna indi artıq stimul var və rəqabət var. Və ona görə də İstər-istəməz məcbur edəcək ki, Zeybə xanım daha da çox çalışsın. Bəli, indi təbii ki, zərbəçilikdən əlaçılığa daha çox stimul yaranacaq və rəqabətdə bir meyar olacaq. Uğurlar sizə, uğurlar və digər bir məsələyə toxunmaq istərdik. Biz ali təhsil müəssisələrindən danışdıq, fövri nəzarət mexanizminin həyata keçirilməsi prinsipi barədə fikir mübadiləsi apardıq, amma Sülhəddin müəllim, bu eyni zamanda bir ictimai nəzarəti gücləndirəcək. Yəni valideyn artıq öz övladının, tələbə övladını tələb edəcək ki, yaxşı oxusun və bu siyahıya düşsün
və ən azından belə deyək, yəni kifayət qədər normal məbləğlərdir. Yüksək məbləğlər, tələbə mühiti üçün çox yüksək məbləğlər. Yəni ən azından belə deyək, öz yəni müəyyən xərclərin ödəməsi baxımından kifayət qədər yüksək məbləğlərdir. Tamam, doğru Rövşən müəllim. Çox incə bir məqamı həqiqətən də toxundunuz. Bu müəyyən qədər ictimai nəzarətdə olacaq. Bir şey vurğulayım ki, bu sərəncam bütövlükdə təqaüdün həqiqi təyinatını öz yerinə qoydu. Təqaüdün həqiqi təyinatı elə tələbənin biliyinə və onun akademik göstəricisine görə verilir. Bu, xarici dövlətlərdə də belədir, biz də tələbə olan vaxt elə belə də olub. Qaldı ki, o ictimai müəyyən qədər nəzarətlə bağlı fikir verin. Az təminatlı bir ailədir. Zeybə xanımın dediyi kimi, tutaq ki, Bakıda ailəsi ali təhsil müəssisəsindən birində təhsil alır və bölgədən gəlib. Az təminatlı ailədəndir. Təbii ki, valideyn də öz övladına müəyyən qədər təzyiq göstərəcək ki, bəli, sənin üçün, yəni o tələbə üçün bir şans yaranıb ki, baxmayaraq ki, ödənişli əsaslarla təhsil alırsan, sənin ödəniş haqqını, təhsil haqqını valideynin ödəyir, sən də bir səy ilə çalış ki, verilmiş o şansdan istifadə edib təqaüd ala biləsən. Baxın, 91-100 intervalında balı, akademik göstəricilər 91-100 intervaldan olanlar üçün, yəni o təqaüd siyasına düşəcəksə, 95 manat kifayət qədər yüksək bir göstəricidir. Yəni tələbə üçün, biz də tələbə olmuşuq, təbii ki 95 manat tələbə üçün kifayət qədər, yəni onun yaşaması üçün kifayət qədər yetərli bir məbləğ. Minimal xərclərini həyata keçirməyə baxımından. Bəli. Bu həqiqətən də tələbədə stimul yaradacaq və təhsilin keyfiyyətini yüksəltmək üçün yüksək bir normativ hüquqi sənəddir, dövlət sənədidir. Ona görə də həm cəmiyyət tərəfindən, valideynlər tərəfindən təhsilə maraq, nəzarət daha da güclənəcək. Və ümumiyyətlə, əsas məqsəd, cənab prezident dəfələrlə bunu qeyd edib ki, əsas məqsəd Azərbaycanda insan kapitalının, yəni potensial gücünü daha da artırmaq və çünki bugün bizim dövlət olaraq qarşımıza duran əsas məqsəd iqtisadiyyatımızı inkişaf etdirmək və eyni zamanda iqtisadiyyatdan irəli gələrək, yəni onun müəyyən qolları var, sahibkarlığın inkişafı, aqrar sektorunun inkişafı, neft sənayesinin inkişafı və cənab prezident Elmlər Akademiyasının 70 illik yubileyi münasibətlə yəni keçirilən tədbirdə çıxışı zamanı xüsusi olaraq qeyd etdi ki, bugün bizim istənilən sayədə həyata keçirdiyimiz layihələr elmi əsaslanır, elmi təhlillərə söykənir. Və təbii ki, bax, bugün həyata keçirilən bu sərəncam və digər layihələr də ilk növbədə həmin o kadr potensialını daha da gücləndirməyə xidmət edir. Çox maraqlıdır. Eyni zamanda Aydın müəllim, istərdim, bax, bu məsələ barədə sizin fikrinizi öyrənim. Məsələn, elm haqqında qanun layihəsi hansı ki, müzakirə olunur və çox güman ki, yaxın gələcəkdə təsdiq olunacaq. Orada da açıq şəkildə, yəni elmə göstərilən diqqət və qayğı öz əksini tapır. Məsələn, bura nədir? Özəl elmi müəssisələrin yaradılması, Milli Elmlər Akademiyasında elmi fəaliyyəti maliyyələşdirmək məqsədi ilə qanunla qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən sahibkarlıqla məşğul olmaq hüququnun verilməsi, ali təhsil müəssisəsində tədqiqat universiteti statusunun verilməsi və s. Bax, digər bir maraqlı məqam, yəni bugün biz dəfələrlə bunu qeyd etmişik, ali təhsil orqanları ilə sahibkarlar arasında münasibətlərin qurulması və müxtəlif sənaye müəssisələri ilə ali təhsil müəssisələri arasında əlaqələrin yaradılması. Bax, bugün kadrlarımız həmin o universitet bitirəndən sonra müxtəlif sənaye müəssisələrində çalışması baxımından və ölkənin kadr potensialının gücləndirilməsi baxımından yetərincədirmi? Müasir tələblərə cavab verirmi? Birinci onu qeyd eləmək istəyirəm ki, hələ Sovet dövründə 50 il, 70 il bundan əvvəlki dövrlərdə dünyada ümumiyyətlə inkişaf o qədər də bugünkü səviyyədə yüksək deyildi və hər bir adamın bir dəfə ali təhsil aldığı o biliklər onun demək olar ki, bir ömrü boyuna kifayət edirdi. Evet. Lakin artıq indi dünya çox sürətlə dəyişir və artıq təhsil ehtiyacları gündən-günə dəyişir. Yəni bir dəfə ali məktəbdə oxumaqla qazanılan bilik insanın ömrünə kifayət eləmir. Çox inkişaf eləmiş dövlətlərdə o qədər sürətli dəyişikliklər olur ki, bir çox mütəxəssislər hər 3-5 ildən bir öz ixtisaslarını hətta dəyişmək ehtiyacı yaranır. Ona görə siz də bilirsiniz, son vaxtlar ömür boyu təhsil anlayışı gündəmə gəlibdir və hər bir şəxs rəqabət mühitində yaşamaq imkanlarını əldə etmək üçün öz təhsilini daima davam etdirməyə və bacarıq səriştələrini artırmağa məcburdur. Bu baxımdan bugünkü tələblərdən biri də təhsilin elmi ilə əlaqələndirilməsidir. Yəni əvvəllər təhsil ayrı, elmi ayrı şəkildə inkişaf edirsə, artıq bugün elmi təhsildən, təhsili elmidən ayırmaq mümkün deyil. Mən hətta demək istəyərdim ki, artıq universitetlər bir növ akademiyalaşmalı, akademiya isə universitetləşməlidir və bu səpkidə bizim respublikada da hələ əsası Ulu Öndər tərəfindən qoyulan siyasətin uğurlu davam etdirilməsi sahəsində bir çox sərəncamlar imzalanmışdır və bu sahədə
gərgin işlər aparılır. Bu gün artıq elə bizdə universitetdə də, digər ali təhsil müəssisələrində də hesab edirəm ki, təhsil elmlə əlaqəli şəkildə, elmi əsaslar üzərində inkişaf etdirilir və akademiyada da elm təhsillə əlaqələndirməyə cəhdlər göstərilir və bildiyiniz kimi artıq ötən ildən başlayaraq akademiya magistraturaya da qəbul elan etmişdir və hazırda 9 ixtisas üzrə 19 nəfər magistrant akademiyada təhsil alır. Və gələcəyin əsas tələbi elə elmi ilə təhsilin bir yerdə əlaqələndirilməsidir. Və təhsil sahəsində dövlət strategiyasında da qeyd edildiyi kimi, 2000 gələcəyə inkişaf konsepsiyasında, 2020 inkişaf konsepsiyasında da göstərildiyi kimi, əsas istiqamətlərdən biri də elmin, təhsilin, innovasiyaların tətbiqi ilə, inkişafı ilə yanaşı olaraq istehsalatla əlaqələndirilməsidir. Tələb və təklif hökmən nəzərə alınmalıdır. Və bu baxımdan, məsələn, deyək ki, biz universitetdə artıq bir neçə ildir ki, çöl təcrübələrinin aparılması istiqamətində çox köklü islahatlar aparılmışıq. Bildiyiniz kimi, bizim Qubada çox böyük bir elmi tədris mərkəzi, baza təhsil mərkəzi yaratmışıq. Müxtəlif fakültələrin, filologiya fakültəsi, hətta tarix fakültəsi, geologiya, ayrı-ayrı fakültələrin tələbələri orada praktikalar, çöl təcrübələri keçirirlər və mən bir fikri qeyd eləmək istəyirəm ki, dahi Çin mütəfəkkiri Konfusinin vaxtilə belə bir fikri olmuşdu ki, oxudum, unuttum, gördüm, xatırladım, etdim, öyrəndim və sonradan psixoloqlar təhlil edilər ki, oxumaqla, eşitməklə sadəcə qazanılan bilik təqribən 7% təşkil edir. Görməklə qazanılan bilik 28%dir. 65% bilik isə düşünməklə, etməklə əldə edilir. Ona görə indi təhsilin də, elmin də o əsaslara, istehsalatla əlaqələndirilməsi və o əsaslar üzərində qazanılması vacib şərtlərdən biridir. Hesab edirəm ki, elmi qanun layihəsində də bu fikirlər öz əksini tapıbdır müəyyən səviyyədə və elmi qanunun layihəsində yalnız bu istiqamətdə deyil, həm də elmi işçilərin, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində də bir çox tədbirlər nəzərdə tutulubdur. Ümumiyyətlə, bütün bu işlər belə kompleks şəkildə həyata keçirilməlidir. Məsələn, deyək ki, elmi layihəsində magistrantlara hərbi xidmətdən möhlət verilməsi məsələsi layihədə öz əksini tapıbdır. Yaxud yüksək impact faktorlu indekslədən jurnallarda dərc olunan məqalələrə görə müəlliflərə mükafat verir. Məsələn, Bakı Dövlət Universitetində biz belə mükafatları artıq tətbiq edirik. Amma bunun elmi qanunda təsbit olunması da çox böyük bir təqdirə layiq haldır və gələcəkdə inkişaf üçün çox böyük rol oynaya bilər. Zeybə xanım, buyurun Zeybə xanım. Aydın müəllim çox gözəl qeyd elədi Konfutsi məsələdən. Oradan tələbə olaraq mən də demək istəyirəm ki, insan formalaşmağını tam olaraq institutda başa vurur və məhz burada bir məqsəd qoyub və o məqsədə çatmaq, yəni təqaüdü almaq da çox vacib məsələdir. Çünki sahibkarlıqdan danışdıq və hər hansı bir iş qabiliyyətindən danışdıq. Hər hansı bir işi başa vurmaq üçün sən bir məqsəd qoymalısan və o məqsədə çatmaq üçün səy göstərməlisən və əgər insan institut dövründə bu məqsəd qoyub və təqaüdə çata bilirsə, bu onun gələcəyində də çox gözəl bir zəmin yaradır. Və Sürəddin müəllim, digər bir məsələyə keçid alaq. Yəni, ümumiyyətlə, bu sərəncamdan irəli gələrək həyata keçiriləcək fəaliyyət mexanizmi yalnız ali təhsil ocaqlarında rəqabət yaratmır. Bu, eyni zamanda gələcəkdə işlə təmin olunmaq baxımından da güclü bir rəqabət yaradır. Yəni, sizdə 40 nəfərlik balans qorunub saxlanılır. Bu nə deməkdir? Bu, o deməkdir ki, əlbəttə, hər bir bayaq qeyd etdik, hər bir sənaye müəssisəsi istəyər ki, onun daxilinin tərkibində savadlı gənclər işləsin, çalışsın. Bu rəqabətdir və təbii ki, ali təhsil müəssisəsində müəllimin başını uca eləyən və yüksək qiymətlər alan tələbə daim müəllimin qayğısı ilə əhatə olunur və müəyyən bir iş təklifi gələrkən müəllim əlbəttə ki, necə ki, məsələn, Aydın müəllim öz tələbəsi ilə gəldi, müəllim də ki, əlbəttə ki, müəyyən iş təklifi gələrkən öz tələbəsi ilə təklif edir. Çünki bilir ki, onun başını uca eləyəcək. Və burada eyni zamanda həmin o akademik qiymətlər uğrunda və savad uğrunda, bilik uğrunda mübarizə ona gətirib çıxaracaq ki, həmin tələbə gələcəkdə asanlıqla işlə təmin olunacaq. Tamam, doğru toxundunuz bu məsələyə. Elə əsas həqiqətən də burada bir daha vurğulayıram, yüksək potensiallı müasir kadrların hazırlığı məsələsidir. Baxın, Azərbaycanın iqtisadiyyatı çox dinamik sürətlə inkişaf edir. Bütün iqtisadiyyatın bütün sahələrində müasir texnologiyalar, müasir avadanlıqlar və bütövlükdə Azərbaycanın daxili əmək bazarının tələbləri yüksəlir. İşə götürənlərin qoyduqları şərtlər sərtləşir. Bu sərtləşmə, bu tələblərin yüksəlməsi ali təhsil müəssisələrinin qarşısında da müəyyən tələblər qoyur.
o tələbləri qoyur ki, bəli, sizin hazırladığınız məzunlar, yəni ali təhsil müəssisəsinin bütövlükdə məhsulunun bir əsas komponentlərindən biri də onun məzunlarıdır. O məzunların bilik, bacarıq və vərdişləri əmək bazarının, yəni işə götürənin qoyduğu tələblərə uyğun gəlməlidir. Bütövlükdə Azərbaycan dünyaya açılır və inteqrasiya edir. İnteqrasiya etdiyindən də eyni zamanda xaricdə bitirmiş, təhsil almış, universitet bitirmiş tələbənin əgər göstəriciləri, yəni məzun olaraq onun göstəriciləri, bilik, bacarıq, vərdişləri daha yüksəkdirsə, onun Azərbaycan məkanında əmək bazarında işə düzəlməsi daha asan olur. Əlbəttə. Yəni, söylədiyiniz kimi, tələb təklif məsələsi var. İşə götürənin qoyduğu tələblərə bugünkü ali təhsil müəssisələrimizin hazırladığı məzunların keyfiyyətləri, xüsusiyyətləri nə dərəcədə uyğun gəlir? Həmin o uyğun gəlmə dərəcəsini məhz təhsilin səviyyəsi müəyyənləşdirir. Təhsilin keyfiyyəti, müasir tələblərə uyğun gələn tədrisin təşkili, müasir tələblərə uyğun gələn texnologiyalar, innovativ metodlar, tədris metodları tətbiq etməklə bacarıqlı, səriştəli, əmək bazarının tələblərinə cavab verən kadr hazırlığını təmin etmək. Bununla həm universitet öz imicini yüksəldir, həm bütövlükdə artıq Aydın müəllim o elmlə bağlı söyləyəndə universitetlərin özləri də müəyyən rəqabət sistemindədir, rəqabətin içərisindədir. Yəni Azərbaycanın, yenə deyirəm, inteqrasiyası bütövlükdə Azərbaycan ali təhsil məkanını da müəyyən rəqabət qarşısında qoyur. Bu da Azərbaycan ali təhsil müəssisələrindən daha çevik, dəyişərək, müasirləşmək, təhsilin keyfiyyətini yüksəltmək, daha yüksək keyfiyyətli kadr hazırlayıb da bütövlükdə Azərbaycanda həm ali təhsil mühitində yüksək nüfuzu saxlamaq və sərəncamdan onun reallaşmasından gələn elə əsas qayə də ondan ibarət ki, ona yönəlib ki, təhsilin səviyyəsi yüksəlsin, kadr səviyyəsinin səviyyəsi yüksəlsin və iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlasın. Siz qeyd etdiniz və ümumiyyətlə çox gözəl bir bağlantı yarandı burada. Yəni tələbələr arasında rəqabət, ali təhsil müəssisələri arasında rəqabət, sənaye müəssisələri arasında rəqabət, iqtisadiyyatın rəqabət qabiliyyəti və nəticədə ölkənin digər ölkələrdə rəqabətdə qələbə qazanması. Üzr istəyirəm, Aydın müəllim artıq toxundu o məsələyə. Cənab Prezident tərəfindən 2013-cü ilin 24 oktyabrında təsdiq olunmuş, sərəncamla təsdiq olunmuş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası və sonradan da onun həyata keçirilməsi ilə bağlı fəaliyyət planı təsdiq olunub. Məhz o dövlət strategiyasında da artıq Aydın müəllim qeyd elədi, ali təhsil müəssisələri qarşısında strategiya çox ciddi şərtlər qoyur. Ali təhsil artıq təhsil müəssisəsindən daha çox elmi tədqiqat mərkəzi kimi fəaliyyət göstərməlidir. Baxın, həmin o strategiyada da və fəaliyyət planında göstərir. Ali təhsil müəssisəsi 3 elementin kontekstində inkişaf etməlidir. Elm, təhsil, biznes, innovasiya. Fikir verirsiniz? Təhsili mən birinci söyləmədim. Elm, təhsil və biznes, innovasiya. Bütövlükdə artıq ali təhsil mühitində də təhsildən önə keçib elm. Yəni, elm olmadığı yerdə o təhsilin verdiyi bilik, bacarıq bütövlükdə əmək bazarının, iqtisadiyyatın, biznesin tələblərinə uyğun gəlməyəcək. Ümumiyyətlə götürdükdə isə, yəni bütün bunlar onu söyləməyə əsas verir ki, Aydın müəllim, ölkədə təhsil, elm mərhələli şəkildə və konkret konseptual proqramlar əsasında inkişaf etdirilir və Cənab Prezidentin Milli Elmlər Akademiyasından 70 illik yubileyinə həsr olan ümumi yığıncaqda çıxışı həm gənclərin, həm elmi işçilərin, həm belə deyək, sırf harada çalışmasından asılı olmayaraq təhsil ocağında fəaliyyət göstərən bütün belə deyək, elmi heyətin üzərinə konkret məsuliyyət, konkret fəaliyyət strategiyası qoydu. Bax, məsələn, burada eyni zamanda ölkənin iqtisadi inkişafında dəqiq elmlərin rolundan tutmuş, ölkəmizin düzgün təbliğ olunmasında, milli mənəvi dəyərlərin təbliğ edilməsində humanitar elmlərə qədər, tarix elmlərinə qədər bütün kontekstlər, bütün məqamlar aydın şəkildə öz əksini tapdı. Bu dəqiqə dünyada olan 200 dövlət hamısı bir-birindən yarışa giribdir. Lakin bu yarışda əsas göstərici elə o dövlətin elmi təhsili ilə xarakterizə olunur. Hansı dövlətin elmi təhsili daha çox inkişaf edibsə, o dövlət yarışda qalib dövlət kimi ola bilər. Və elmi təhsilin inkişaf etməsi bir tərəfdən deyək ki, ümumiyyətlə dövlətin inkişafını şərtləndirirsə, digər tərəfdən hər bir dövlətin iqtisadi potensialının artımına, o insan potensialının formalaşmasına, mən açığını deyim ki, digər tərəfdən lap sadəcə olaraq dövlətlərin bir-biri ilə münasibətlərinin normal, sağlam ruhda inkişaf etməsində çox böyük rol oynayır. Bu baxımdan da mən istəyirəm qeyd edeyim ki,
gənclərin bu səpkidə inkişafı xüsusi əhəmiyyət kəsb edir. Çünki hər bir dövlətin gələcək inkişafı onun bugünkü kadrları ilə deyil, gələcəyi kadrlar, hazırlanan kadrlarla müəyyən olunur. Ona görə hesab edirəm ki, gənclərin inkişafına xüsusi diqqət göstərilməsi əsas prioritet sahələrdən biri olmalıdır və təsadüfi deyil ki, möhtərəm prezident tərəfindən gənclər siyasətinin uğurla davamı kimi inkişafı üçün bir çox sərəncamlar imzalanıbdır və həm bu sərəncam, həm bundan əvvəlki bir neçə sərəncamlar da hesab edirəm ki, Azərbaycan dövlətinin gələcək inkişafı üçün əsas rolunu oynaya biləcək. Bir məqamı da vurğulayım. Çünki Naziriyyə də bu ilə bağlı çoxlu telefon zəngləri olur. Tələbələr tərəfindən ki, özəl ali təhsil müəssisələrinin tələbələri də bu sərəncamdan yararlana biləcəkmi? Yəni bu doğru verilmiş bir sualdır həqiqətən də. Yəni tamaşaçılarımız üçün də mən düşünürəm ki, bu çox maraqlı olacaq. Aydınlıq gətirim ki, bəli, özəl ali təhsil müəssisələrinin, eləcə də orta ixtisas təhsil müəssisələrinin tələbələri və magistrlər də bu sərəncamdan yararlana bilərlər. Amma bir şərtdən ki, əgər özəl ali təhsil müəssisəsində dövlət sifarişinin həmin o tələbənin təhsil aldığı ixtisas üzrə dövlət sifarişi ilə təhsil alan tələbə olsun. Belə deyək, özəl ali təhsil müəssisələrimizdə çoxlu sayədə dövlət sifarişi ilə təhsil alan tələbələr var. İstər Qafqazda, istər Xəzər Universitetində və digər universitetlərdə özəl ali təhsil müəssisələrində tələbə 600-dən yuxarı 700-ə yaxın bal toplayıb və dövlət sifarişinə düşüb, universitet olaraq o özəl ali təhsil müəssisəsini seçib. Və seçdiyinə görə də dövlət sifarişi ilə qəbul olmuş tələbə üçün onun ödəniş haqqı və eyni zamanda təqaüdü tələbənin qəbul olduğu universitetə göndərilir. Yəni, əslində qalanda təqaüd universitetə yox, o tələbəyə verilir. Tələbə özü ilə aparır. Bir universitetdən digərinə köçürüldükdə də ixtisasını dəyişməmə şərti ilə, eləcə də o təqaüdü yenə də özü ilə aparır. Özəl ali təhsil müəssisəsinə dövlət sifarişi ilə qəbul olunan tələbələr varsa, həmin tələbələrin sayı qədər deməli orada təqaüd var. Əgər orada o təqaüd varsa, deməli orada təhsil alan, ödənişli əsaslarla təhsil alan tələbələrin də o təqaüddən yararlanma imkanı var. Əgər akademik göstəriciləri və artıq indiyə qədər söylədiyimiz o ümumi orta müvəffəqiyyət göstəricisi uyğun gəlirsə, bəli. Bu da maraqlı bir məqamdır. Yəni tələbələrimiz bilsin ki, orada da ödənişli əsaslarla təhsil alan tələbə bundan yararlana bilər. Bir əlavə də mən eləmək istəyərdim. Biz dünən də bu gün də keçirdiyimiz görüşlərdə bir çox tələbələr sual verirlər ki, bu sərəncam yalnız birinci kurs tələbələrinə aiddir, yoxsa yuxarı kurs tələbələrinə də. Bununla əlaqədar istəyirəm aydınlığınızı qeyd edim ki, doğru, yaxşı bir sualdır. Sərəncamda qədər toxunduq o məsələyə. Sərəncamda Nazirlər Kabinetində tapşırılıb ki, 2 ay müddətində təqaüdlərin verilməsi qaydalarını ödənilməsi qaydalarını müəyyən etsin. Güman edirəm ki, bu qaydalar hazır olanda mən güman edirəm ki, yəqin ki, orada yuxarı kurslarda nəzərdə tutulacaqdır, amma son qərarı Nazirlər Kabineti qərarı gözləyək, Nazirlər Kabinetinin qərarı qaydalar müəyyənləşsin, təsdiq olunsun. Ondan sonra yəni bu çox da gözləməyə ehtiyac olmayacaq. Fevral ayının 1-nə qədər, yəni 2 ay müddətdə vaxt verilib Nazirlər Kabinetinə ki, təqaüdlərin verilməsi və ödənilməsi, təyin edilməsi və ödənilməsi qaydaları işlənib hazırlansın. Fevral ayının 1-dən sərəncam qüvvəyə minir. İnşallah düşünürəm ki, tələbələrimiz sessiyaya daha yaxşı hazırlaşsınlar, yüksək göstəricilər göstərsinlər, istər hər bir kəsə uğurlar arzulayır. Bir prorektor kimi, bir müəllim kimi, əlbəttə ki, yəni bu bütün tələbələr, daha doğrusu haqqı çatan tələbələr bundan yararlansın. Yararlansın, təbii. Yəni bu bir yarışdır. Və sonra yenə tələbəmizə eşidək. Zeybə, buyur. Yəni səndə hansı təəssürat formalaşdı və çox maraqlıdır. Yəni gələcəkdə istər təhsil sahəsini təbii ki, davam etdirmək baxımından və müəyyən biz qeyd etdik, yəni sənaye müəssisələri ilə təhsil sahələri arasında əlaqələr və qeyd olundu ki, siz artıq indidən müəyyən əlaqələr yaradırsınız, aktiv bir təşkilatçı kimi fəaliyyət göstərirsiniz. Bax, sizin gələcək, belə deyək, fəaliyyət istiqamətləriniz necə olacaq? Nə kimi planlar var? Mən özüm Tarix Fakültəsində Amerika şünaslıq üzrə işləyirəm. Yəni bu da beynəlxalq münasibətlərin bir qoludur və təbii ki, öz fənlərimdən yaxşı yararlanmaq mənim üçün gələcəkdə bir nəticə gətirib çıxarda bilər. Yəni gözəl nəticə göstərməni. Çünki burada necə tələbələri təmsil edirəmsə, gələcəkdə mən Azərbaycanı da təmsil edəcəm və təbii ki, prezidentin qəbul etdiyi bu sərəncam həm təhsildə, həm gələcəkdə bizim üçün çox gözəl bir stimul yaradıcı bir mövqe yaradır. Təşəkkür edirəm hər birinizə, hörmətli qonaqlar. Əziz tamaşaçılar, siz günün nəbzi verilişinə baxırdınız və biz Prezident İlham Əliyevin imzaladığı son sərəncamla bağlı fikir mübadiləsi apardıq
və eləcə də sərəncamdan irəli gələrək görüləcək işlərlə bağlı öz fikirlərimizi səsləndirdik. Sonunda mən qonaqları bir daha təqdim etmək istərdim. Süləyəddin Gözəlov, Təhsil Nazirliyinin sektor müdürü, Aydın Kazımzadə, Bakı Dövlət Universitetinin prorektoru və Zeybət Ağızadə tələbə. Sonunda isə bir məqamı xüsusilə qeyd etmək istərdik, hörmətli qonaqlar. Yəni bax, bütün bu layihələr, bütün bu sərəncamlar, təhsilin inkişafı istiqamətində, gənc kadrların potensialının artırılması istiqamətində həyata keçirilən, atılan bütün bu addımların kökündə bir məfhum dayanır. Vətənə bağlı, vətəni sevən, vətəni dəyərləndirən, necə ki Zeybə xanım da qeyd elədi, gənc kadrlar yetişdirmək. Və cənab prezident bu məsələ ilə bağlı bir neçə, yəni önəmli məqama toxunub, istənilən görüşdə bu məsələni xüsusilə qaldırır və xüsusi qeyd edir bu məsələləri və bir statla da cənab prezidentdən bugünkü verilişi yekunlaşdırmaq istərdik. Dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, vətənə bağlı olsunlar və ölkəmizin gələcək inkişafına töhfələrini versinlər. Gənclərin vətənpərvərlik ruhunda böyümələri çox mühüm əhəmiyyət daşıyır. Mən şadam ki, bütövlükdə Azərbaycan gəncləri öz vətənlərinə bağlıdırlar, vətən eşqi yaşayırlar və bu meyillər nəsildən nəsilə keçməlidir. Əziz tamaşaçılar, bugünlük bu qədər. Günün nəbzi verilişinə baxdınız. Görüşmək ümidi ilə salamat qalın.